Hadrut qəsəbəsinə köçürülən ailələrə evlərinin açarları təqdim olunub. Sakinlərə ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə məlumat verilib. Qeyd olunub ki, bu mərhələdə Hadrutda 17 ailə olmaqla 63 nəfər məskunlaşıb. Və növbəti köç kərvanı Xocalının Şuşa kəndinə çatıb. AR24-ün xüsusi müxbirinin məlumatına görə bu mərhələdə Şuşa kəndə 54 nəfərdən ibarət 15 ailə qayıdıb. Mənzillərin açarlarının təqdimatında çıxış edənlər bildiriblər ki, azad edilən ərazilərdə həyata keçirilən bərpa və yenidən qurma proqramı çərçivəsində Şuşa kənd və digər yaşayış məntəqələrində əsas infrastruktur tamamilə təmin olunub. Qeyd olunub ki, bu mərhələ ilə birlikdə Şuşa kəndə ümumilikdə 284 nəfər, yəni 76 ailə qayıdıb. Biz gəlmişik torpağımıza, yurdumuza, yaşamağa. Gavur əlindən çıxmışıq biz. İndi azadlıqda yaşayırıq. Mən 30 neçə ildir vətəndən çıxmışam. İndi 80 yaşının içindəyəm. 80 illiyimi bu torpaqda keçirəcəm. Döyüş meydanında hərbçilərimizin göstərdiyi şücaət, siyasi meydanda Cənab Prezidentimizin göstərdiyi şücaət gəldi bu qələbəni qazanmağa bizə nəsib elədi. Mən Xocaldan çıxanda 3 yaşım var idi, özüm də hərbiçiyəm və bütün döyüşlərdə, əməliyyatlarda iştirak eləmişəm. Hərbiçi kimi mənim üçün daha da qürur vericidir bu torpaqda yaşamaq.